Kavşan yarayansınız. Yarayanlardan Allah xoşbəxt olasınız. eləsin. Amin. Ana, maşın heç qalmadı ki. Dedim də götürmüşəm 50 dəfə soruşma. Sağ olun, hoş geldiniz. Buyurun. Bayramınız mübarək. Sizlə Vahəm, xoş gəlmisiniz. İçəri keçin. Ana görüm ana. Bu yay quda. Gəl öpüm səni. Buyurun, ters kesin, Ne ayakta yaxşı kalın. quda olduğu deyirəm, çərşənbəzli mübarək ya qardaş. Hə, əzizlərim. Mən çox şadam ki, bu gözəl axşamda bir yerdəyim. Od çəkilməz. Od bizim mədəniyyətimizdə böyük rol oynayır. Məsələn, mənim cavanlığımda qaz peçi yox idi. Çırtırpı ilə ocaq qalırdı. Hələ bir dəfə də anamın bişirdiyi yeməyi yandırmışdım. Çömçə ilə məni döyürdü. Ümumiyyətlə o təhlükəli şey. Oğlumla da qızınız, nə deyim, lap odla alov kimi. Əşey, xocular kim götürəcək? Hər dəfə yəni boyda konser şərtdir də. Sən məndən çox biləcəksən. Pul yoxdur. Borca girmişəm. Onu elçi göndərməmişdən qabaq fikirləşərdin. Ay, ana nə dedi odur? Sən də keçən dəfə kimi çox danışma. İşdin? Papa deyir pul versin ha. Pul qoyfsuz həməndə. Pul yoxdur. Uçdum. Hə nə uçdu ya, məzələnsən. Papa deyir ki, qudama bək qonaqlıq söz vermişəm, pul verməlisən. Ata dedi ki, nə oldu? Köhnə günlərdəki kimi bəlkə tonqaldan tullanar. Mart gəldi, dərd gəldiyə son. Faiz yandıran bank. Borcusunda yandınsa gəl biz söndürək. Faizsiz kredi tam bayram havası. Novruz bayramınız mübarək. Goranboy. Goranboy Gənclər Evinin yanaşması fərqli idi, maraqlı idi. Müşfiq müəllim. Maraqlı idi. Uşaqlar bizdə olan böyük bir problemlərin birinə toxundular, yaxşı toxundular, yerində toxundular. Ki, həqiqətən, ya bu bilirsiz nə deməkdir? Çalışın, aprel ayında nişanlanın, bir-iki ayda toy eləyin, qutarın, canını qısarsın. Sən çox dedin hələ. Araya bir şey tapacaqlar, kiminsə ad günü, yəni nəsə. Bu həqiqətən, bu da var və doğrudan da hər çərşənbədə o oğlan tərəfin xərci, o xərci artıran məqamlar, kimsə bunu süni eləyir, kimsə nəsə təbii eləyir. Düz deyib, bayramlaşmaq lazımdır. Hər şey, uşaqlar biraz yaxşı mənada qabartmışdılar. Adətən Novruzda bilirsiniz də, konça aparırlar da, nişanlı tərəfə. Bunlar onu lap xırdalanmışlar, çox yaxşı eləmişlər. Məncə çox yaxşıdır, yəni ssenari də yaxşıdır, uşaqların yanaşması. O həqiqətən problemə toxunublar, bu bizdə problemlərdən biridir. Bəli. Hətta elçi getmək istəyən analar da deyirlər ki, gözdə bayramlar bitsin. Uzatma, evlənin Allah xoşbəxt versin, onunla da xərciniz azalsın. Da yoxsa ad günü 8 mart, yeni il, qaynana tərəfin ad günü kiminsə, mamanın, gəlinin və nənənin. İstirasındadır ki, bunun hamısını problemə çevirən bizim özümüzdür. Özümüzük. Ümumiyyətlə, bu mövsüm Goranboy, keçən mövsüm Goranboydan xeyli fərqlənir. Xeyli fərqlənir. Keçən səfər də olan İzzatlar çox gözəl oldu. İndi maşallah əladılar.